Hərflərin ilk banisi kimdir? Tarixçilərin iddiasına görə Semit xalqlarından bir qrup Misir heroqlifləri əsasında öz dillərindəki sözlərə ilk samit səsləri əsasında hərflər formalaşdırmışdı və bu hərflərin təkamülü finik əlifbası ilə qarşımıza çıxır və 22 samit səsdən formalaşıb və bildiyimiz Latin, Kiril əlifbası kimi hərflərin banisi finik əlifbası hesab olunur. Bu belədirmi? 17-ci əsr ərəfəsində Hollandiyada bir yazı tapılmışdı və bu yazı tapıldıqda Avropa olduqca həyəcanlı olaraq düşündü ki, onlar öz əcdadlarının yazısını tapdı. Daha sonra isə Monqolistan çöllərində Orxan Yenisey yazıtları tapıldı. Və bu yazı tapıldıqda yenə Avropa olduqca həyəcanlandı, Rusiya olduqca həyəcanlandı. Dedilər ki, biz əcdadlarımızın yazısını tapdıq. Lakin daha sonra Wilhelm Thomson bu yazını oxudu və müəyyənləşdirdi ki, buradakı yazı türk yazısıdır. Və o burada ilk əvvəl Tanrı, daha sonra türk sözünü oxudu və əlaxır. Yaxşı, qəribə deyilmi? Hollandiyada bir yazı var, Finikiya əlifbası var və Monqolistan çöllərində Orxan Yenisey yazıtları var. Coğrafiyaya baxırsınızmı? Bu böyük coğrafiyada olan bu yazıları bir-birinə nə bağlamışdı? Və bundan sonra Wilhelm Thomson iddia etdi ki, ola bilsin ki, bu finik əlifbası hər hansısa formada Avropaya gəlib, burada bu əlifba kimi qarşımıza çıxıb, daha sonra bilinməyən min illiklərdən sonra bu eramızın 5-ci əsrində bilinməyən vasitələrlə gəlib türklərə çıxıb və türklər burada türk runik əlifbasını formalaşdırıb və türk runik əlifbasını onlar Finikiya əlifbası əsasında türk runik əlifbasını yazıb. Fikir verirsinizmi? Demək ki, eramızdan əvvəl 2-ci, 1000-ci illiklər arasında Finik əlifbası ortaya çıxır. Daha sonra bu uzun məsafəni bilinməyən vasitələrlə gəlir. 5-ci əsrdə türklər tərəfindən Orxan Yenisey yazıtlarında yazılan türk runik yazısına çevrilir. Və daha sonra Qazaxıstan ərazisində altın geyimli adam kurqanı tapıldı və burada bir gümüş qab üzərində yazı tapıldı və bu yazını da görməzdən gəlirlər. Qəbul olunan varianta görə bu yazı eramızdan əvvəl 5-ci əsrə aiddir bu yazı. Demək ki, onda 5-ci 6-cı əsr aid edilən Orxan Yenisey yazıtlarından 1000 il əvvəl altın geyimli adam yazıtı var idi. Lakin bu da eramızdan əvvəl 5-ci yüzilliyə aiddir. Daha qədimə aiddir, bu da ayrıca düşünülə bilər. Lakin bu fikir verin, Finik əlifbasının 22 samiti budur. Dilçilər iddia edir ki, Finiklər alif öküz çəkib və buradan onu bu formada göstərib. Finikiya dilində bet ev deməkdir və o evi bu formada çəkib. Qamel, bumerang formasında bunu çəkib. Dalet qapı sözünə uyğun olaraq d səsini formalaşdırıb. Hi pəncərə sözünə uyğun olaraq hi səsini formalaşdırıb. Vav sözünə uyğun y səsini formalaşdırıb. Zayn silah sözünə uyğun z səsini formalaşdırıb. Tet təkər sözünə uyğun dairə içində xaçı formalaşdırıb. Və əlaxır. Lakin mən isə göstərirəm ki, baxın, türk dilində olan türk runikləri ki var, bunlar təsadüfən finik əlifbasına uyğun olaraq yazılmayıb. Bax, fikir verin, türklər, mən burada bir-bir qarşılığını göstərmişəm, türklər öz dillərində olan sözə uyğun damğalar, simvollar çəkib. Və indi mən qarşıda bir-bir də göstərəcəm ki, əslində bunlar dağlara, daşlara, xalçalara çəkilən simgələrdir, hansı ki, onlar Finiklər güya Misirdən hər hansısa bilinməyən formada onu sintez edib, formalaşdırıb. Lakin türk dilində olan runik əlifbasının kökü digər damğalarda min illərdir var. Gəlin nəzərdən keçirək. İddia olunur ki, alif sözü Sami dillərində buğa mənasına gəlir və buğa işarəsindən onlar A səsini formalaşdırıb. Lakin məsələ bundadır ki, Samilər saitləri formalaşdırmayıb. Onda bu necə formalaşıb? Mən indi qarşıda bir-bir dəyinəcəm və görəcəyik ki, türk dillərində sait səslər hər hansısa əşyaları deyil, ağız hərəkəti ilə o, u, ö, ü, i səslərini formalaşdırıb və a, e səsini isə türklər bu formada formalaşdırıb, daha sonra buradakı bir xətt bu cür formaya keçərək a səsinə çevrilmişdir. Lakin iddia olunur ki, finiklər bet ev sözündən B formasında damğa formalaşdırıb. Lakin biz türk runiklərinə baxası olsaq, bizim qarşımıza iki damğanın çıxdığını görürük.
Bunlardan biri bu formadadır, digəri isə bu formada. Bunlardan biri türk dilində ev kökü ilə bağlıdır ki, bu b səsinə çevrilir. Digəri isə qadın, əbə kökü ilə bağlıdır, yəni hamilə qadını bildirir. Və biz Kiril əlifbasına baxası olsaq və həmçinin Latin əlifbasındakı kiçik b-yə baxası olsaq, bunun türk runiklərində olduğunu görürük. Finik əlifbasında var? Yoxdur. Demək ki, bu iki əlifba hər hansısa formada finik, Latin və Kiril əlifbasının kökünə çevrilir. Bu ayrıca yenidən düşünülməlidir. Lakin mən bu videoda sadəcə olaraq türk runiklərinin türk dilindəki köklər ilə necə formalaşdığını və finik əlifbasındakı runiklərin kökü olduğunu və ondan daha qədim olduğunu bir-bir sizə göstərib sübut edəcəm. Baxaq, iddia olunur ki, bu qamel bumerang sözü finik əlifbasında daha sonra q səsinə çevrilib. Lakin biz türk runiklərinə baxası olsaq, burada üçbucaq formasında k səsinin olduğunu görürük. Bu hansı üçbucaqdır? Bu bir budağın, bir ağacın üç yerə qırılmasından, üçbucaq formasında k-nın çəkilməsi, daha sonra onun sadələşərək yalnız iki bucaqlı formada finik əlifbasında qaldığını və qarşımıza Kiril əlifbasındakı q kimi də çıxdığını görürük. İndi burada baxın, hansı daha mürəkkəb şəkildir və hansı sadədir. Təbii ki, ilk simvollar daha mürəkkəb çəkilib, o daha sonra daha sadə formaya çevrilmişdir. Və iddia olunur ki, finiklər dalet sözünü qapıya deyib və bu qapı işarəsidir. Hansı kəs qapını üçbucaq formasında çəkir? Yaxşı, onda üçbucaq nədir? Və fikir verin. Türk runiklərində bu işarə d səsini ifadə edir və mən deyirəm ki, buradakı bu simvol dağ rəsminin stilize olunması ilə formalaşıb. Dağ stilize olunur. Türk runiklərində bu daha sonra yanakı çəkilir və bu daha sonra bizim qarşımıza Latin və Kiril əlifbasındakı d kimi çıxır, həmçinin finik əlifbasında. İndi baxın, bu üçbucaq dağdır, yoxsa qapıdır. Və iddia olunur ki, zayin finik dilində silah deməkdir və bu daha sonra bizim Latin dilində bildiyimiz z səsinə çevrilib. Mən isə qeyd edirəm ki, türk dilində dönərgə və öz damğası var və bu öz damğası həm zaman sözünün, həmçinin z səsinin köküdür. Həmçinin iddia olunur ki, bu divar rəsmidir və bu h səsinə çevrilib. Mən isə qeyd edirəm ki, k-h səsi türk dillərində qurd damğasından törəmişdir. Türk runiklərində biz bu iki formada damğanın k-h formasına gəldiyini görürük. Və həmçinin göründüyü kimi bu divar yox, qurd rəsminin stilize olunmuş formasıdır. İddia olunur ki, bu təkər deməkdir və finik əlifbasında formalaşıb. Lakin biz dağlara, daşlara çəkilən tanrı damğasının olduğunu görürük. Türklər tərəfindən minlərlə il əvvəldən hər yana çəkilən bir damğadır və bu damğa daha sonra t səsinə çevrilmişdir. Yəni türklər zamanın sahibi tanrını çəkərək onu damğalaşdırıb daha sonra isə onu t hərfinə çevirmişdir. Və iddia edir ki, yud əl deməkdir və bu səbəbdən y səsinə çevrilib. Lakin gəlin baxaq. Göytürk runiklərində biz y səsinin iki formada çəkildiyini görürük. Biri ay formasında, yarım ay və digəri isə təxminən 9 formasında. Və biz kiçik y-nın Latin dilində təxminən bu formada, başsız formada olduğunu görürük. Bu nədir? Bu ayı ifadə edən damğadır. Yəni dolayısıyla bu əli yox, ayı təmsil etmişdir. Və finiklərdə k damğası var. İddia olunur ki, bu Ovuc ici kap sözündən formalaşıb. Mən isə dağlara, daşlara min ildir çəkilən keçilərin ök damğası olduğunu, bunun isə stilize olunaraq k səsinə çevrildiyini qeyd edirəm. Bu məsələ ilə bağlı Kazım Mirşan da zamanında yetərincə danışmışdır. Allah ona rəhmət etsin. Və iddia olunur ki, lamet finik dilində üvəndirmə sözüdür və bundan l səsi formalaşıb. Biz artıq əl təkdən 6 sözünün və əl sözündən 50 sözünün olduğunu gördük. Yəni, əl sözü türk dillərində rəqəm mənasına gəlib. Əl stilize olunması l və bu l bizim qarşımıza nə formada çıxır? 1. Haça əl kimi, bir də bu formada l kimi.
Bunlar nədir? Demək ki, bu əslində türk dilində əl sözünün stilizə olunması ilə qarşımıza çıxıb l səsinə çevrilib. O l səsi elə ərəb dilində də l formasında qalıb. Həmçinin latın dilində olan l, kiril dilində olan l da baxın əlin stilizə olunmuş rəsmindən başqa bir şey deyil. Və iddia olunur ki, finiklər suya mem deyib və bu da su işarəsidir. Bu su işarəsidir. Gəlin Göbəkli Təpəyə baxaq. Göbəkli Təpədə biz m-nın yuxarı kişini, aşağı qadını bildirən simgənin olduğunu görürük və bunun Azərbaycan, Türk, Qazaq xalçasında eyni formada davam etdiyini görürük və bunun ana tanrıçanı ifadə edən formada olduğunu görürük və bunun daha sonra m səsinə çevrildiyini görürük. Yəni bu ana, əmə sözünün simvollaşdırılmış formasıdır. İddia olunur ki, nun finik dilində balıq deməkdir və bu da balığı ifadə edir. Bir düşünün, bu formada balıq çəkmək mümkündürmü? Bu türk dilində enmək, aşağı mənasına gələn sözü ifadə edir və türk dilində iki formada eni ifadə edən damğa olmuşdur. Fikir verirsinizmi? Bu damğa böyük latın n-sına çevrilib, bu isə kiçik n latın damğasına çevrilmişdir. Və iddia olunur ki, semək finik dilində sütun deməkdir. Mən isə bunun su, bununsa süngü, silah mənasına gəldiyini və türk dilində s mənasına çevrildiyini qeyd edirəm. İddia olunur ki, bu ağız mənasına gəlir. Baxın, belə ağız çəkmək mümkündürmü? Mən isə bunun barmaq sözünü ifadə etdiyini və türk dilində bu formada yazıldığını qeyd edirəm. Eynilə c səsinin quşun stilizə olunmuş formada c səsinə çevrildiyini, öküz damğasının isə bu formada damğaya çevrildiyini göstərirəm. Hansı ki, dilçilər güya bunun qaf iynə dəliyini ifadə etdiyini qeyd edir. İndi baxın, bu öküzə mi oxşuyur, iynə dəliyinə mi oxşuyur? Və iddia olunur ki, reş Finikiya dilində baş deməkdir. İndi baxın, bu başa mı oxşuyur? Mən isə Göytürk runiklərində r səsinin iki formada olduğunu görürük. Biri bu formada, digəri isə bu formada. Biz Qobustan damğalarına baxdıqda əslində burada ər damğasının, fikir verin, iki qollu və tək qollu olduğunu görürük. Və bu iki damğanın daha sonra qarşımıza r səsini ifadə edən söz kimi çıxdığını görürük. Və iddia olunur ki, bu finik dilində bu xaç, tav, işarə etmə deməkdir və daha sonra digər dillərdə t-ya çevrilib. Mən isə buradakı t-nın təkə sözünün stilizə olunmuş forması kimi qarşımıza çıxdığını görürük. Təkə nədir? Türk dilində keçi deməkdir. Hansı keçidir? Tək tanrıya, tanrının tək sifətinə kəsilən qurbana təkə deyilmişdir. Və mən burada göstərirəm ki, fikir verin, Finikiya dilində saitləri olmayan hərflərin bizim qarşımıza çıxdığını görürük. Və fikir verin, finiklərdə saitlər yoxdur, lakin Göytürklərdə saitlər var. Və Göytürklər bu saitləri artıq hansısa əşyaların ilk səsi kimi ilk samit səsini ifadə edərkən çəkməyib, ağız hərəkətini ifadə edərək çəkmişdi. O səsini deyəndə ağız hansı formada durur? Bunu göstərərək o, u səsini ifadə etmişdi. O unun, fikir verin, altına bir xətt çəkərək onun ü səsini ifadə etdiyini göstərmişdi. I dedikdə dişlərin biri-birinə sıxılmasını ifadə edərək I səsini göstərmişdi. A, E səsini üçün isə fikir verin, bu formada bir işarə istifadə etmişdi. Daha sonra buradakı 3 qırılmalı xəttin, fikir verin, mən qırmızı kimi göstərdiyim xətti birləşərək A səsinə çevrilib. Bu A səsi daha sonra həmi finiklərdə, həmi latın və kiril əlifbasında qarşımıza çıxır. Və göründüyü kimi biz ilk dil, ön türk dili, türk dili, dil ailələrinin necə yaranmasını müəyyənləşdirdik. Müəyyənləşdirdik ki, türk dili müstəqil bir dil ailəsidir. Düşünüldüyü kimi Ural Altay dilinin alt qrupunda olan bir dil deyil və türk dili təxminən 10-cu minillikdə Avro-Türk Sami dil topluluğundan ayrılmış, Hami Samilər Ərəb coğrafiyasında qalmış. Daha sonraki müddətdə Hind-Avropa ilə Türk əcdadları bir-birindən ayrılmış. Hind-Avropalılar
Qara dənizin şimalına doğru çəkilmiş, türklər isə Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində yaşamış. Burada onlar iltisaqi, şəkilçili dilləri formalaşdırmağa başlamış və bu zaman onlardan ayrılan bir qol Xəzər dənizinin şərqinə keçərək burada Ural-Altay dillərinin şəkilçili dillər danışmasını formalaşdırmışdı. Və elə bu səbəbdən türklər şəxs əvəzliyi, rəqəmlərə görə ingilislər, Hind-Avropalılarla, Hami-Samilərlə daha yaxındır. Nəinki Ural-Altay dili danışanlarla, Altay dilinə aid edilən Koreya, Tungus, Monqol, Yapon dili ilə. Və biz həmçinin finik əlifbası ilə türk runiklərinin təhlilini apardıq və müəyyənləşdirdik ki, türklər bu runikləri kimlərdənsə almamışdı və bu türk runikləri finik əlifbasının və digər əlifbaların banisidir, əcdadıdır. Geriyə qalan isə düşünmək, bizə aid olanlara sahib çıxmaq lazımdır. Və bu bir irqçilik deyil, əksinə dünya tarixini, insanlıq tarixini yenidən doğru oxuyub öyrənmək üçün olduqca vacibdir. Çünki həqiqətin bir xasiyyəti var. O əvvəl-axır sənin qarşına çıxır. Sən istəsən də, istəməsən də həqiqət bir gün sənin qapını döyür. Geriyə qalan sual isə budur ki, biz tariximizə, keçmişimizə, dilimizə, yazımıza sahib çıxacağıq mı? Və bu sahib çıxmaq yalnız mən ilə, yalnız sən ilə, yalnız o ilə əlaqədar deyil. Biz hamımız birlikdə keçmişimizə, tariximizə sahib çıxmalıyıq. Mən keçmişimizə, tariximizə sahib çıxmaq üçün 18 yaşından bu günə qədər təxminən 28 il dayanmadan çalışdım. Dilin, dinin, inancın kökəninə doğru adlı kitab yazdım. 2023-cü ildə Dilin Kökəni adlı kitab yazdım. 21 hissəli tarixi hissəli roman yazmışam. Onun ilk 3 hissəsini çap etdirmişəm. 18 hissə redaktə olunub çap olunmalıdır. Onlarla romanın süjet xətti hazırdır, bir kənarda gözləyir. Və son 7 ildə 300-ə yaxın video, bir çox söyləşi edərək türk dili, türk tarixi ilə bağlı məsələlərə toxundum. Lakin bilinməyən müddətə fəaliyyətimi dayandırıram. Məndən bu qədər. Mən Rəşad Tahiroğlu. Qismət olsa bəlkə də görüşərik.